Hamınıza salam dostlar. Bu videoda iPhone 17 Pro Max telefonunu incələyirik və həmən başlayaq. Sizdən dostlar bir xahişim var. O da odur ki, lütfən kanalı bəyənin, daha doğrusu kanala abunə olaraq video like atmağı unutmayın dostlar və həmən keçək videoya. Dostlar telefonumuzun yəni çərçivələri titanium çərçivədəndir. Yəni arxa hissəsi şüşədir. Üçlü kameranı görmək olur. Bunlar həqiqətən qüvvətli kameralardır. Biraz sonra mən sizə hamısını başa salacağım. Antenaları görmək olur dostlar. Baxın, yəni plastik çərçivə deyil bu. Antenaları çölə qoyublar. Yəni xırda texnologiya deyil. Çərçivələr incədir, yəni olduqca. Amma biraz telefon qalındır dostlar. İlk isə telefonların qalınlığı artırdı. Biz həmişə nəzikliyin artdığını görürdük. Məncə qalınlığı artır. Dostlar telefon 5G-ni dəstəkləyir. Yəni burada heç bir şübhə ola bilməz. Yəni bundan o tərəfi yoxdur da, yəni bu dəqiqə. 233 qram telefon dostlar, çərçivəsinin metal olması bu durumu bu şəkildə gətirir, çıxarır. Dostlar telefonumuz yəni hər şeydən qorunaqlıdır. IP68 sertifikatı var, yəni su daxilində yarım saata qədər dözür. Yəni heç bir problem yoxdur telefonun. Dostlar telefonumuzun ekranı da qəşəngdir, yəni OLED bir ekrandır, 120 Hz və 3000 nit parlaqlığa çıxır. Olduqca gözəl bir ekrandır və keramik qoruyucusu vardır. Olduqca da möhkəmdir yəni. Ancaq telefondan ehtiyatlı olun. Əlinizdən salmayın, özəlliklə də çıngıllı yerə. Dostlar, telefonun prosesoru da çox güclüdür. iPhone A19 Pro-dur. 3 nanometrik prosesordur və 6 nüvəli prosesordur bu. 4.26 GHz-lə işləyir. Siz fərz eləyin də görün nə qədərdir. Və bu telefonun yəni daxili yaddaşı da olduqca yüksəkdir. 256-dan ala bilərsiniz, ancaq o birilər baha olasıdır. Azərbaycanda olub-olmamağı da var təbii ki. Dostlar telefonun ekran kartı da olduqca güclüdür, yəni istənilən oyunu istənilən dərəcədə aça bilərsiniz. Kameralarımız qəşəngdir dostlar, yəni sensorları olduqca gözəldir. Gecə vaxtı da qəşəng şəkillər çəkir. 48 megapiksellik 3 dənə kamerası var. 4K 120 FPS, 1080p 240 FPS video çəkir. Çox güclüdür yəni. Burada qrafik kartının da öz payı böyükdür. Ön kameramız da həmçinin qəşəngdir, yəni ultra geniş bucaqlı kameradır bu. Yəni bu cür videolar çəkir. Yəni 4K 60 FPS-ə qədər yəni belə bir şey yoxdur. Yəni bu ön kamerasına da heç bir söz ola bilməz. Dostlar telefonun bataryası biraz balacadır. Yəni 5088 mAh-dır və bu telefon prosesoru da olduqca güclüdür. Bilmirəm iPhone niyə bu qədər aşağı bir qədər prosesor qoyur, ancaq batarya qoyur, amma Antutu xalında da görmək olur ki 2.500.793.026 xal mövcuddur və 923.000 xalı burada prosesor yığır. 981.000 balı isə ekran kartı yığır. Çox ciddi bir ekran kartı var burada. Qrafik gücünün nə qədər yüksək olduğunu buradan görmək olur telefonun. Yəni başda bizim pulla neçə 4000 manatdır bu telefon. Yəni bu da normal haldır. Dostlar videodan bu qədər. Özünüzə yaxşı baxın, salamat qalın.